inches tall, weighing in at 146 pounds, fighting out of Dushanbe, Tajikistan, Muhammad Hilman Naimov. And when the action begins... Dırmaq üçün istifadə edirlər. Bir qədər əvvəl elə ekspert İbrahim Məmmədəliyev də bildirir ki, qaydalara görə artıq yuxarıdan aşağı dirsək zərbəsi vurmağa icazə var. Artıq var, bəli, dəyişikliklər edilib və buna görə də idmançılar bundan tıxalı çıxıldı Nordiyevdən və ondan sonra döyüşün talihi artıq demək olar ki, həll olmuşdu. Heç bir şey də bilmədən Nordiyev və indi hələ ki, Naimovla Qrad arasında mübarizədə Qradın azacıq üstünlüyü var. Xal hesabında bəlkədə və yanıqlarını təəccübləndirir bu qarşılaşmada. Ancaq başı keçdi hələ. Boynu keçdi İbrahimin əlinə. Ladies and gentlemen, after 3 rounds, we go to the judges' scorecards for a decision. All 3 judges score this contest 29-28 for the winner by unanimous decision, Muhammad Muhammad Naimov qələbə qazanır bu görüşdə Tacikistan idmançısı.